Mən bir daha da dəmir yumruq sahibi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Sumqayıt şəhəri və yaşadığımız bu Sumqayıt şəhəri Bakı küçəsi 15-ci məhəllə 85 saylı yataqxanadan müraciət edirəm. Cənab prezident, bizi bura Sumqayıtın icra başçısı Zakir Fəradov götürdübdü 2019-cu ildə. Bax bu bərbad halda olan yataqxanaya. Bu yataqxana 3 binanın, 3 yüksək mərtəbəli tikilən binanın ortasında yetim olaraq qalıbdır. Biz özümüz də yetim özümüzü hiss edirik burada. Çünki bizim problemimizi heç kim vecinə almır. Nə Sumqayıtın icra başçısı Zakir Fərəcov, nə Sumqayıtın deputatı, bizim deputatımız Elnarə Akimova heç kim vecinə almır. Sizə də nə qədər məktublar yazmışıq, kollektiv, fərdi məktublar yazmışıq, heç birində sizə çatdırmırlar. Acınacaqlı durumda yaşayan bir vətəndaş olaraq sizdən çox xahiş edirəm, cənab prezident, Sumqayıtın icra başçısını dəyişəsiniz. Çünki o bizim problemimizi vecinə almır, bizim problemimizi, bu yataqxana problemimizi vecinə almır, problemimizi həll eləmir, bir dəfə də olsun gəlib bizə baş çəkmir. Onun üçün də xahiş edirəm, Sumqayıta bizim problemimizi həll edən icra başçısı gətirin. Vətəndaşların problemlərini elə yerindəcə həll edən icra başçısı gətirin. Siz dəfələrlə demişsiniz ki, həll olunmayan problem yoxdur. Özünüz həll edə bilmirsinizsə, mərkəzi icra hakim orqanlarına bildirin. Onlar həll edə bilməsə birbaşa mənə müraciət edin. Siz özünüz təyin eləmişsiniz icra başçılarını. Bax, Sumqayıtın icra başçısını da özünüz təyin eləmişsiniz. Bizim onunla və yaxud da heç kimlə, heç bir məmurla, heç bir şəxsi qərəzliyimiz yoxdur. Amma sizin vətəndaş məmnuniyyətindən ibarət olan siyasətiniz icra edilmir. Biz o siyasəti hiss eləmirik. Ona görə də bax, bu acınacaqlı durumdayıq. Biz burada yetim qalmışıq. Bizim bu yataqxana hər an uça bilər. Xahiş edirəm, bizə sahib çıxın, bizə kömək eləyin, bizi xilas eləyin, tezliklə bu acınacaqlı durumdan xilas eləyin. Biz burada artıq yaşaya bilmirik. Problemimizi heç bir qurum vecinə almır. Heç bir qurum həll eləmir. Onun üçün də özünüz, xahiş edirəm, özünüz bizə sahib çıxın. Bizi ayağa qaldırın, cənab prezident. Bizim problemimizi həll eləməməklə sizdən də soydular bunlar bizi. Dövlətdən də, ölkədən də, hər şeydən bizə kömək eləyin.